Əllamə Qazi deyir, mən adam olmaq istəyirdim. Özü deyir deyə deyir, amma böyük arifdir. Deyir, mən adam olmaq istəyirdim mən də insan kimi yaşayayım. Hey gedirdim Kərbəlaya, İmam Hüseyndən istəyirdim ki, mən insan olmaq istəyirəm. Bir gün deyir, Əbəlfəz ağanın hərəmindən çıxanda mənə səs gəldi qulağıma ki, get qayıt o hərəmdədir, istədiyin o hərəmdədir. Kim nə əldə eləyib, orada əldə eləyib. Deyir, getdim də yapışdım Həzrət Əbəlfəzdən, nə yapışdım? Dedim, buradan çıxmaram, istədiyimi də verdi. Verəndə də belə bir nemət verir ki, Əllamə Qazi irfanda bir məqamdadır ki, ariflər deyir, o irfan dağı idi. Mən bunu sizə demişəm, kimə nəfəsi dəyibsə arifdir, kimə dəyibsə, tələbələri istisnasız. Dəmirçi ilə bir dəqiqə görüşüb, dəmirçi olur Həddad, həmin o Seyyid Haşim Həddad.